İlk dəfə gəlmişsiniz 2025-in 8-ci ayında. 3 aylıq şəkəriniz 9.7 idi. Səhv eləmirəmsə, onda siz əməliyyata gedirdiniz. Sonra şəkərlərimizi kompensasiya elədik. Həmin vaxtda sizin acılıq şəkəriniz 290 idi, insulininiz 33 idi. İkinci vəxşi idi. Bəli, ikinci müalicədən sonra və həmin vaxtda xolesterininiz də yuxarı idi, biz xolesterin. İkinci müalicədən sonra 3 aylıq şəkəriniz 7-yə düşdü. Xolesterin də 86-ya düşdü. Bu qəşəng. Bəli, xolesterin də yuxarı idi, 3 aylıq şəkər də yuxarı idi. İnsulininiz də düşmüşdü 14-ə, acılıq şəkəriniz də 130-a. Yəni bu çox gözəl nəticə idi. İndi təkrar nəticəyə baxacağım. Siz evdə ölçürsünüz şəkərlərinizi? Var da. Neçə olur şəkəriniz? Şəkər yeməyin içine baxır. Ac olanda, məsələn, ac qarnın şəkərinizi ölçmüsünüz də neçə olur? 130-140. 130-140. Əla. Bəs yeməkdən 2 saat sonra? 140-200 olur. O yeməkdən 2 saat sonra 160-dan aşağı olsa daha yaxşıdır. Acılıq şəkəriniz də 120-yə qədər olsa daha yaxşı olar. Yəni fiziki aktivlik çox önəmli daşıyır. Düzdür, siz axşam yediyiniz qidaya fikir verməzsiniz. Axşam meyvə yemək olmaz qətiyyən. Hər yeməkdən sonra yarım bir 15-20 dəqiqə sonra yarım saat 40 dəqiqə gəzin. Bacardıqca gəzin, yuqarıdan çəkini aşağı salmalıyıq. Yəni çəkiniz çoxdur. Əslində mən sizə indi iynə təyin eləməliyim, həftədə bir dəfə vurulsun. Siz dediniz ki, yox doktor, mən özüm arıqlayacağım. Yəni ona görə də gələn müayinədə sizi 15 kilo arıqlanmış şəkildə gözləyəcəm. Yaxşı, 3 ay sonra 15 kilo arıqlayıb gəlirsiniz. Siz hər arıqladıqca biz dərman sayını da azaldırıq və şəkərləriniz də normaya düşür.